Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə yastı qurlar tipinin mövzu izahına baxacağıq. Baxın, tipin adından göründüyü kimi yastı qurlar tipi bunlarda bədən, bel, qarın istiqamətində yastılaşmışdır. İndi tipin əvvəlcə spesifik xüsusiyyətlərindən danışaq. Biz ən son danışmışdıq sizinlə bağırsaq boşluqlardan hidra haqqında və demişdik ki, onun bədənində çoxlu hüceyrələr var, amma toxuma və orqanlar yoxdur. Bunlarda artıq, çünki onlarda ektoderma, endoderma qatları var idi. Baxın, bu tipdə artıq əlavə olaraq mezoderma qatı da yaranmışdır. Ektoderma, endoderma və mezoderma qatı. Mezoderma qatı varsa, demək ki, uşaqlar burada orqanlardan, orqanlar sistemindən söhbət etmək olar. Yastı qurlarda ilk orqanlar sistemi yaranmışdır. Bədənlərində həlqəvi və uzunlu əzələlər bir yerdə dəri əzələ kisəsini əmələ gətirib. Dəri əzələ kisəsi var və həlqəvi və uzunlu əzələlərdən ibarətdir. Biz hidrada nə demişdik? Demişdik ki, onda şüalı simmetriya var. Artıq yastı qurlarda iki tərəfli simmetriyadan danışırıq. Nə deməkdir bu? Bədənin ortasından, qurdun bədəninin ortasından bir müstəvi keçirsək, onun sağ hissəsi, sol hissəsinin eyni ilə güzgüdəki əksi kimi görünəcək. Bu isə adlanır iki tərəfli simmetriya. İndi gəlin, bir də dedik ki, parenxima toxunması var, danışacağım. Bu haqda orqanların arasındakı boşluğu doldurur bədənində və dedik ki, hermafroditdir. Gəlin, indi bunlar haqqında biraz da ətraflı danışaq. Dedim ki, bunlarda orqanlar sistemləri yaranır. Gəlin, baxaq görək hansı orqanlar sistemləri var. Qan damarı, tənəffüs sistemindən başqa qalan bütün orqanlar sistemləri bunda mövcuddur. Mən uşaqlara həmişə deyirəm ki, qan damar sistemi ilə tənəffüs sistemi yarananda mən sizə deyəcəm. Hələ ki, nə qan damar sistemindən, nə tənəffüs sistemindən danışmırıq. Dedim ki, bunlarda parenxima var. Bədəndə olan bu parenxima həm daxili orqanların zədələnməsinin qarşısını alır, yəni müdafiə edir bunu. Həmçinin də ehtiyat qida maddəsi rolunu oynayır. Yastı qurlar tipinin 3 əsas sinfindən danışırıq. Kirpikli qurlar sinfi, sorucu qurlar sinfi və lent şəkilli qurlar sinfi. Kirpikli qurlar sinfinin nümayəndəsi A planaridir. Çox geniş yayılmış nümayəndəsidir. Harda yaşayır? Gölməçələrdə və deməli durğun sularda. Bir dəqiqə. Rəngi şəffaf ağ rənglidir. Hətta biz buna süd planarisi də deyilir. Ölçüsü isə 1,5-3 sm arasıdır. Bu nümayəndə hansı sinfə aiddir? Kirpikli qurdlar sinfinə. Demək ki, kirpiklidir də bu qurd. Bədəni kirpiklərlə örtülübdür. Bədənin ön hissəsi genişlənib. Burada qısa lambisə çıxıntıları mövcuddur və 2 ədəd də qara pigmentli gözü yerləşir. Amma gözü görməyə xidmət etmir. Məsələn, işığı qaranlıqdan seçməsinə kömək edir. Lambisə çıxıntılarının sayı da 2 ədəddir. Qarnının ortasında isə, o şəkli bu slayda əlavə eləməmişəm, kitabınızda çox aydın verilib. Qarnının orta hissəsində isə ağız və udulaq yerləşir. Udulağı bədəndən xaricə çıxıb deyirik. Şəkildə çox aydın görünür. Ağızdan sonra udulaqdır. Udulaq sanki önə çıxıb. Deməli, həzm sistemindən danışaq artıq, keçirik orqanlar sistemi haqqında danışmağa. Qida daxil olacaq ağızdan, keçəcək udulağa, sonra keçəcək şaxəli bağırsağa və yenidən ağız vasitəsilə həzm olunmayan qida qalıqları bədəndən xaric olacaq. Bunun bağırsağı 3 şaxəlidir. Biri ön hissəyədir, ikisi arxaya. Bunu görə bilirsiniz şəkildə. Baxın. Biri önədir, ikisi bu şəkildə arxaya. Bu da bədənin ortasında ağzı və udulağıdır. Dedik axı, orta hissəsində yerləşir. Deməli, qida daxil oldu ağızdan, keçəcək udulağa, sonra keçəcək şaxəli bağırsağa və yenidən həzm olunmayan qida qalıqları ağız vasitəsilə bədəndən xaric olacaq. Nəyə görə? Çünki bunun həzm olunmayan qalıqları bədəndən atmaq üçün bir tullantı dəliyi, anal dəliyi yoxdur. Anal dəlik də hələ yaranmayıb, deyəcəm yarananda. Sinir sistemindən danışaq. Sinir sistemi sütunlu sinir sistemidir. Baxın, bədənin ön hissəsində burada 2 sinir düyününü görürsünüz, sayı ilə öyrənirsiniz. 2 dənə sinir düyünü, bu düyünlərin hər birindən sütun, 2 ədəd sinir sütunu və bunları birləşdirən köndələn atmalardan təşkil olunmuşdur.
İfrazat sistemindən danışıram. Protonefridial tipdədir. Sadə böyrək deyirik biz buna. Ulduz şəkilli hüceyrələrdən təşkil olunub və baxın şəkildə bunu çox aydın göstərib. Ulduz şəkilli hüceyrələrdir. Sonra nədən deyək? Burada 2 dənə ifrazat borusu aiddir. Kanalcıqlardır. Kanalcıqlar toplanır, boru vasitəsilə də xaricə açılacaq. Mayalanmasından danışaq. Dedik ki, hermafroditdir bu canlılar, amma mayalanmaları çarpaz gedir. Kitabın nəzəriyyəsində yazır, amma şəkildə biz bunu rahatlıqla görə bilirik ki, bədənin ön hissəsində 2 ədəd oval şəkilli yumurtalıq var. Orta hissəsində isə qovuq şəkilli toxumluqlar. Və mayalanma getdi, çarpaz gedəcək və mayalanmış yumurtadan birbaşa ağ planari inkişaf edəcək. Yəni, ağ planaridə sürfə mərhələsi yoxdur. Yumurtadan birbaşa yetkin fərdə bənzər ağ planari çıxır və demək ki, düzünə inkişaf edir. Sorucu qurdlar sinfindən danışırıq. Qaraciyər sorucusudur, nümayəndəsi də. Bədəni gördüyünüz kimi yarpağa bənzəyir, yarpaq şəkillidir. Uzunluğu 3-4 santimetrə bərabərdir. Baxın, nümayəndənin adına ağız sormacı və qarın sormacı. Demək ki, bunda sorucu funksiya yerinə yetirən bir hissə var. Bəli, bunun var bir ağız sormacı, bir də qarın sormacı. Ağız sormacı yerləşir bədənin ön hissəsində, qarın sormacı yerləşir bədənin orta hissəsində. Ağız sormacı xidmət edir həm yapışmağa, həm qidalanmağa, qarın sormacı isə yalnızca yapışmağa. Diqqət edin, hər ikisinin yapışmaq funksiyası var, amma qidalanmaq funksiyası yalnızca ağız sormacındadır. Bunda həzm sistemi ağız sormacı ilə başlayır. Keçir udlağa, keçir şaxəli bağırsağa, amma planaridən fərqli olaraq bunun bağırsağı 2 şaxəlidir və yenidən ağız vasitəsilə də bədəndən xaric olur. Qidasını isə qaraciyər, qan hüceyrələri təşkil edir. Tənəffüs prosesi isə parazitin toxumalarında qlikoliz prosesi gedir, yəni oksigensiz mərhələ. Bunun törətdiyi xəstəlik fasilyoz adlanır. Qaraciyər sorusunun törətdiyi xəstəlik fasilyozdur. Əsas sahibi insan və qaramaldır, aralıq sahibi isə gölməçə ilbizidir. İndi isə inkişaf siklinə baxırıq. Əvvəlcə gəlin şəkil üzərində müşahidə edək. Dedik ki, əsas sahibi insan da ola bilər, qaramal da ola bilər, aralıq sahibi ilbiz. Biz indi qaramal misalında deyirik. Deyirik ki, qaramalın qaraciyərində yetkin fərd yumurta qoyur. Yumurta qaraciyərdən öd axarı vasitəsilə gəlir bağırsağa, bağırsaqdan da nəcis vasitəsilə düşür xarici mühitə, yəni suya. Bu yumurtadan, baxın, yumurtanı gördük, xarici mühitə çıxdı. Yumurtadan kirpikli sürfə yarandı su mühitində. Bu kirpikli sürfə inkişafına davam etmək üçün artıq aralıq sahibin bədəninə daxil olmalıdır. Gəlir, suda kiçik gölməçə ilbizini görür və onun bədəninə daxil olur. Yəni, aralıq sahibin bədəninə daxil olur. Aralıq sahibin bədənində bu kirpikli sürfə çoxalır və bir neçə quyruqlu sürfə yaranır. Demək ki, sürfə mərhələsində çoxalır. Nə idi? Əvvəlcə kirpikli sürfə idi, çevrildi quyruqlu sürfəyə. Quyruqlu sürfə quyruğu vasitəsilə bir müddət suda üzür, sonra isə ot bitkilərinin üzərində quyruğunu itirib qabıqla örtülərək sista mərhələsinə keçir və burada qalır. Yenidən qaramal və yaxud insan gəlib bu, belə deyək də, yumurtalar onun bədəninə daxil olduqda düşür həzm sisteminə və yenidən qan vasitəsilə gəlir qaramalın qaraciyərinə. Gəlin bir dəfə də baxaq. Əsas sahib nədir? Qaramal. Qaramal yumurta qoydu. Yumurtadan sürfə çıxıb ilbizin bədəninə daxil oldu. Quyruqlu sürfəyə çevrildi. Quyruqlu sürfə sista oldu və qaramal yenidən o sistanı qəbul etdi. Əsas sahibin bədəninə daxil oldu sista mərhələsində, xaric oldu yumurta mərhələsində. Aralıq sahibin bədəninə daxil oldu kirpikli sürfə mərhələsində, çevrildi quyruqlu sürfə mərhələsinə. Baxın, testdə bu tipdə suallar düşür. Burada da yazılı şəkildə yazmışam. Bunu da əzbərləyin.
eləyə bilərsiniz. Yetkin fərd yumurta qoydu, qaraciyərdən öd axarı vasitəsilə gəldi bağırsağa, bağırsaqdan da nəcis vasitəsilə düşdü xarici mühitə, suya. Suda yumurtadan kirpikli sürfə çıxdı. Bu arada kirpikli sürfə qidalanmır, amma quyruqlu sürfənin ağız sormacı da var, qarın sormacı da var. Yəni bu mərhələdə qidalanır. Kirpikli sürfə gölməçə ilbizinin bədənində kirpikli sürfə çevrildi quyruqlu sürfəyə, suda üzüb ot bitkilərinin üzərinə yapışır, quyruğunu itirib qabıqla örtülərək sista mərhələsinə daxil olur. Bu sista yenidən qaramalın yetkin fərdin bədəninə düşdükdə inkişaf yenidən başlayacaqdır. İndi isə danışaq lent şəkilli qurdlar sinfindən. Lent şəkilli qurdlar sinfinin biz iki əsas nümayəndəsindən danışacağıq. Öküz soiterindən və exinokokdan. Bunlar da baxın şəkildə gördüyünüz öküz soiteridir. Törətdiyi, yox, burasını əvvəlcə deyim. Öküz soiterinin uzunluğu 4-10 metrdir. Bədən təşkil olunub başçıqdan, boyuncuqdan və minə qədər buğumdan. Baxın, bu bədəninin ön hissəsindən və minə qədər buğumdan təşkil olunub. Başçığında da yapışmağa xidmət edən 4 ədəd sormac yerləşir. Soruşa bilərsiniz, ay müəllim, niyə qaraciyər sorğusunda həm yapışmağa, həm qidalanmağa xidmət edirdi? Bəs bu necə qidalanır desəniz, mən sizə cavab verirəm ki, bunda həzm sistemi reduksiya olunmuşdur. Yəni buna görə burada biz bir həzm sistemindən söhbət eləmirik. Qidalanırmı? Bəli, əlbəttə ki. Buğumun, burada danışacağıq əsas buğumlarının böyüməsindən. Bunun davamlı olaraq, yəni ömrünün sonuna kimi buğumları böyüyür, sayı artır. Və təbii ki, yaşlı buğumlar da bədəndən qopub tökülür. Bunun ən yaşlı buğumu, ona görə də sonuncu buğumudur. Boyuncuq hissəsindən yeni buğumları yarandığı üçün ən cavan buğumu da burada olur. Amma soruşsa ki, ən yaşlı hissə, deyəcəksiniz, ən yaşlı hissə buğumlar deyil, başçıq və boyuncuqdur. Çünki buğumlar ən azından yenilənirlər də, amma başçıqla boyuncuq olduğu kimi qaldığına görə deyirik ki, başçıq, boyuncuq ən yaşlı hissəsidir. Törətdiyi xəstəliklərdən danışırıq. İnsanda tinyarinxoz, qaramalda isə finnoz xəstəliyini törədir. Əsas sahibi insandır, aralıq sahibi isə qaramaldır. Yetkin halda insanın nazik bağırsağında parazitlik edir. İnkişafından danışıram sizə. Baxın, dedim ki, nədir? Əsas sahibi insandır, aralıq sahibi qaramaldır. Demək ki, yetkin fərd hardadır? Əsas sahibi də insandadır. Burada yumurta qoydu, insanın nazik bağırsağında yetişmiş buğumla həmin o yumurta düşdü xarici mühitə. Bu yumurta daxil oldu qaramalın bədəninə. Qaramalın bədənində artıq yumurtadır. Bu yumurtadan qaramalın bədənində 6 qarmaqlı sürfə çıxır. 6 qarmaqlı sürfə bağırsaqda, baxın bağırsaqdadır da, həzm kanalındadır. Bağırsaqdan qan vasitəsilə gəlir əzəllərə və burada finna törədir. Qaramalın bu finnalı ətini insan yenidən yedikdə insanın nazik bağırsağında artıq bu proses yenidən başlayır. Yaxşı bişməmiş ət yeyirik, finnalıdırsa bu artıq xəstəliyə səbəb olur. Deməli, əsas sahibin bədəninə necə daxil oldu finna mərhələsində? İnsandan, yəni əsas sahibin bədənindən necə xaric oldu? Yumurta. Aralıq sahibin bədənindən nə daxil oldu? Yumurta. Bəs necə xaric oldu finna mərhələsində? Yəni, sürfə qan vasitəsilə gəlir, əzələdə finnaya çevrilir. Aydındırmı? Və biz inəyin ətini məsələn yeyəndə o finnalı ət xəstəliyə səbəb olur. Exinokok da elə bil öküz soiterinə bənzər, əsas sahibi yırtıcılardır, aralıq sahibi insan, qaramaldır. Bu da quruluşuna görə öküz soiterinə bənzəyir, bədəni ibarətdir başçıqdan, boyuncuqdan, amma buğum sayı çox azdır, 3-4 buğumdan ibarətdir. Sormacı varmı? Bəli, başçıq hissədə 4 sormacı yerləşir və 2 cərgə düzülmüş qarmaqcıqdan ibarətdir. Bunun da inkişaf siklindən danışırıq. Baxın, əsas sahibin, yırtıcının, belə deyək də, yumurtaları tükündədir. Bir yolla, məsələn, insanın əlinə dəyib, insanın
məsələn düşdü ağzına. Əsas sahibini burada, aralıq sahibini burada insan kimi götürmək istəyirəm. Ona görə belə yazmışam. Yumurtası məsələn itdədir, tutaq ki, deyək də, itin tükündədir. İti insan sığalladı. Həmin o yumurta düşdü insanın ağzına, həzm sisteminə. Həzm sistemində yenə öküz soliterində olduğu kimi yumurtadan çıxdı 6 qarmaqlı sürfə. 6 qarmaqlı sürfə yenə bağırsaq divarını deşdi. Qan vasitəsilə gəldi orqanlara. Beyinə, ürəyə, ağciyərə, amma ən çox qeyd eləyin özünüzdə ağciyərə gəlir və burada qeyri-cinsi çoxalaraq qovuqlar əmələ gətirir. Öküz solterindən fərqi nədir? Öküz soliterində əzələyə getdi, qan vasitəsilə getdi, əzələdə xəstəlik törətdi. Amma bu gəldi orqanlarda xəstəlik törətdi, ən çox da ağciyərdə. Dəhşətli bir xəstəlik yaradır və bunu yalnızca əməliyyatla çıxarmaq olur. Əsas sahibin bədənindən xaric oldu yumurta vasitəsilə, aralıq sahibə daxil oldu yumurta və əmələ gətirdi. Burada qovuğu da belə deyək, əməliyyatla çıxardırlar. Bəs aralıq sahibdən əsas sahibə necə keçə bilər? Məsələn, qara malın ətini bir yırtıcı yeyərsə, həmin o qovuqlar yenidən onun bədəninə daxil ola bilər. Burada bir fərqi qeyd eləyin özünüz üçün. Öküz soliterinin 6 qarmaqlı sörfəsi qan vasitəsilə əzələyə gəlib finna törədir. Ixnokok isə qan vasitəsilə gəlir orqanlarda. Ən çox da ağciyərdə xəstəlik törədir. Bu qədər yassı qurdların inkişafından danışdıq. Sıra ilə sap qurdlar və həlqəvi qurdları da kanala yükləyəcəm. Ümid edirəm ki, sizin üçün faydalı olar. Bəyənməyi, rəy yazmağı, kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.